Onlar Azərbaycandandılar. Bu qədər. Mən təxminən 10 il bundan əvvəl Avropa Liqasında Qarabağın rəqibi olmuş Tottenham azarkeşlərinə belə bir sadə sual vermişdim. Qarabağ haqqında nə bilirsiniz? Heç nə bilmirəm. Təəssüflər olsun. Qarabağ haqqında heç nə eşitməmişəm. Daha önce fazla şey duymadım. 10 il sonra Anfield stadionunda Qarabağın Çempionlar Liqasında rəqibi olan Liverpool azarkeşlərinə eyni sualı verirəm. Çox yaxşı komandadır. Çox sürətlidirlər. Azərbaycan. Onu bilirəm ki, Azərbaycandandılar. Chelsea ilə heç ediblər. Bilirəm ki, Azərbaycandandılar. Öz liqalarında ikincidilər deyəsən. Bilirəm ki, Frankfurtu Çempionlar Liqasında məğlub ediblər. Çətin oyun olacaq. Bir onu bilirik ki, Azərbaycandandılar. Azərbaycan. Onlar haqqında ilk dəfədir eşidirəm. Azərbaycandandılar. İlk dəfə də Liverpoola qarşı oynayırlar. Məncə Premier Liqada ikinci yerdədirlər. Bilirəm ki, zəif deyillər. Yaxşı komandadır. Chelsea ilə heç ediblər. Frankfurtu udublar. Anfielddə oynamaq üçün indiyə qədər ən uzaqdan səfər etmiş komandadır. Bilirik ki, Azərbaycandandılar. Bir də bilirik ki, 10 xalları var. Onları zəif bilməməliyik. Onların oyununa bir dəfə canlı baxmışam. Azərbaycandandılar, hə. Əla klubdur. Öz liqalarında ikincidirlər. Bilirəm ki, Azərbaycandandılar. Azərbaycanın paytaxtı Bakıdır. Qarabağ Çempionlar Liqasında çox yaxşı çıxış edib. Bilirəm, Azərbaycandandılar. Bilirəm ki, Azərbaycan gözəl ölkədir. Orada olmamışam. Onları Eurovision'da çox görmüşəm. Yaxşı çıxış edirlər orada. Çox uzaqdan Azərbaycandan olan klubdur. Azərbaycandan yox. Büdcələrinə görə çox yaxşı oynayırlar. Qarabağ Azərbaycandandır. Odlar yurdu. Bu qədər bilirəm. Bugün baxdım, qapıçıları Polşalıdır. 99 nömrəli forma geyinir. Bundan başqa heç nə. Ondan əlindəki Azərbaycan bayrağı haqda soruşuram. Cavab verir. Bunu yerdən tapdım. Dedim, gözəl Azərbaycan xalqınındır. Bayraq heç vaxt yerdə olmamalıdır. Bilirəm, tərs tutmuşam. Fikirləşdim, bilirsən nə var? Bunu saxlayacam, evə aparacam. Qoy Azərbaycan bayrağı dalğalansın. Bu azarkeşlər isə həmin Polşalı qapıcı Mateusz Kochalskini dəstəkləmək üçün Polşadan Liverpoola səyahət ediblər. Good luck, Mateusz!